Salam əziz abituriyentlər, bu videoda mən təzyiq qüvvəsi və dayağın reaksiya qüvvəsi haqqında danışacağam. Deməli, ilk öncə başlayaq təzyiq qüvvəsindən. Təzyiq qüvvəsi. Nədir bu dostumuz təzyiq qüvvəsi? Deməli, təzyiq qüvvəsi cismin səth ilə, dayaq ilə təması zamanı ona göstərdiyi təsirdir. Yəni, belə qısa formada desək, cismin səthə və ya dayağa göstərdiyi təsir adlanır təzyiq qüvvəsi. Tutalım, əlimizdə bir telefon var. Telefon əlimizə nedir? Təsir edir. Əlimizə daha ağır bir cisim götürsək, həmin o cisim əlimizə təsir edəcək. İndi həmin o cismin əlimizə olan təsiri adlanır təzyiq qüvvəsi. Təzyiq qüvvəsi yoldaşlar Ft ilə işarə olunur. Vahidi qüvvə olduğu üçün 1 newtondur və C bəndi deyək vektorial kəmiyyətdir. Çünki qüvvədir, istiqaməti vardır. İndi bunun istiqaməti necə yönəlir? Təzyiq qüvvəsinin istiqaməti cisimdən səthə doğru perpendikulyar yönəlir. Cisimdən səthə doğru. Çünki təsir cisimdən səthədir. Deməli, istiqamət də cisimdən səthə doğru perpendikulyar olacaq. İndi üfüqi müstəvi üzərində bir cisim çəkirəm. Bu cismin dayağa, səthə olan təsiri perpendikulyar yönəlir və təzyiq qüvvəsi adlanır. Növbəti mail müstəvi götürək. Mail müstəvi var bizdə. Mail müstəvinin üzərində bir cisim var. Bu cismin səthə olan təsiri perpendikulyar yönəlir. Və şaquli bir müstəvi götürək. Şaquli bir müstəvi yapışmış bir maqnit var, cisim var. Bu cismin şaquli müstəviyə olan təsiri perpendikulyar yönəlir. Yəni uşaqlar, təzyiq qüvvəsinin istiqaməti cisimdən səthə doğru perpendikulyardır. İndi davam edək. Bəs təzyiq qüvvəsini necə hesablamalıyıq? Deməli, bir-bir müxtəlif halları, vəziyyətləri yazacağım. 1. Üfüqi səth üzərində bir cisim var. Cisim çəkirəm. Bu cismin səthə olan təsiri, bilirik ki, bu cismin yer kürəsi tərəfindən bu cisim ağırlıq qüvvəsi qədər cəzb olunur. Düz? F ağırlıq bərabər mg-yə. İndi bizim səthimiz bu cismin yerə qovuşmasına mane olur. Deməli, cisim səthə nə qədər təsir edəcək bu halda? mg qədər. Yəni normal halda üfüqi müstəvidə cismin səthə olan təsiri mg-dir. Çünki həmin o cismi yer kürəsi mg qədər özünə cəzb edir. İndi ikinci halı yazaq. İndi götürürəm həmin o cismi üzərindən F qüvvəsini sıxıram. Bir ağırlıq qüvvəsi var idi burada. F ağırlıq bərabər idi mg. Həm də F qüvvəsi ilə, həm cisim səthi sıxır, həm də mən üzərindən F qüvvəsini təsir edirəm. Deməli, mən həmin o cismin səthə olan təsirin artırmış oluram. Tutalım ki, əlimizin üzərinə bir dənə telefon qoyaq. Həmin telefonu digər əlimizlə sıxsaq, telefon əlimizə daha çox təsir edər. Yəni, mən burada təzyiq qüvvəsini hesablamaq istəsəm, ağırlıq qüvvəsinin üzərinə, yəni mg-nin üzərinə həmin o qüvvəni əlavə edəcəm. Eyni istiqamətlərlə toplayıram. İndi üçüncü halı çəkirik. Üfüqi müstəvi üzərində bir cisim var. Həmin cismi ağırlıq qüvvəsi qədər qüvvə yerə doğru cəzb edir. Mən həmin cismi müəyyən bir F qüvvəsi ilə dartıram. İndi mən F qüvvəsi ilə dartanda cisim səthə mg qədər təsir edir. Bu cisim səthə mg qədər təsir edir. Mən F qüvvəsi ilə yuxarı çəkməklə həmin o cismin səthə olan təsirini azaltmış oluram. Yəni, təzyiq qüvvəsinin düsturu bu halda olur. mg çıxılsın F. Davam edirik. İndi dördüncü hal. Dördüncü halda, indi bu dayaq, səth, bu da cisim. Cisim dayaqla birlikdə şaquli yuxarı yönəlmiş A təcili ilə hərəkət edir. Yəni, sözlə deyirik. Şaquli yuxarı yönəlmiş A təcili ilə. O zaman bizim təzyiq qüvvəmiz bərabər olacaq. M vurulsun G plus A. Yalnız belə deyək, çox hallarda
Ağırlıq qüvvəsindən başqa bütün qüvvələri demək olar ki, ən çox məşhur olanlardan gərilmə qüvvəsi, trosun gərilmə qüvvəsi, cismin çəkisi, təzyiq qüvvəsi, şaquli istiqamətləri hərəkətlərdə əgər təcil şaquli yuxarı yönəlibsə, plus A yazılır və əgər cisim dayağı ilə birlikdə şaquli aşağı yönəlmiş A təcili ilə hərəkət edərsə, bax dostlar, biz burada demirik cisim dayağı ilə birlikdə aşağı gedir. Xeyr. Deyirəm ki, təcil şaquli aşağı yönəlir. Sadəcə mən bilsəm ki, təcil şaquli aşağı yönəlir, hərəkətin istiqamətindən asılı olmayaraq yazacağam M vurulsun G minus nəyə? A-ya. Yəni o təcili oradan nə edəcəm? Çıxacam. Və bərabər sürətlə hərəkət eləsə şaquli istiqamətdə, yəni cisim dayağı ilə birlikdə bərabər sürətlə misal üçün aşağı düşür. Sürəti sabitdir. Sürət sabitsə bizim təcilimiz 0 olur. O zaman F təzyiq bərabər olacaq yenə nəyə? mg-yə. İndi bu 4 haldan danışdıq. Keçirik ən vacib hallardan birinə. Hansı hala? Bir dənə səth çəkirik. Bu səthin üzərində bir cism vardı. Bu cismi F qüvvəsinin təsiri ilə F qüvvəsi ilə dartıram. Amma həmin o F qüvvəsi üfüq ilə müəyyən alfa bucağı gətirir. Bax yoldaşlar, nə edirəm burada? Bu üfüqü müstəviyə deyirəm, x oxu. Bir dənə də bura müstəvi qoşuram, y oxu. Yəni koordinat oxları üzərində çəkirəm. İndi bizim bu qüvvənin, bizim bu F qüvvəsinin iki proyeksiyası var burada. Bax, əsas qüvvənin başlanğıc nöqtəsindən iki proyeksiya çəkirəm. Biri fx, digəri nə? fy. Bu da bizim alfamız meyl bucağı. Baxın yoldaşlar, yenə də. Mənim əsas F qüvvəm var. Bu F qüvvəsinin iki proyeksiyası var. Biri x oxu üzərində proyeksiya, fx-dir. Digəri y oxu üzrə proyeksiya nədir? fy-dir. İndi dostlar, biz burada nə edirik? Deməli, yazıram alfa bucağı. Sinus alfa bərabərdir. Qarşıdakı katetin, yəni fy-in hipotenuza nisbəti, f-ə nisbəti. Buradan tapıram ki, fy nəyə bərabər oldu? F sinus alfaya. Və yaxud da kosinus alfanı tapmaq istəyirəm. Bu qabağımdakı katet yox, bitişik katet. Məhz fx. Fx-i böləcəm f-ə. Buradan fx-i tapmaq istəsəm əgər, fx bərabər olur f kosinus alfaya. Dostlar, məlum məsələdir. Bizim F qüvvəsinin fy cismi səthə sıxan qüvvədə iştirak edə bilər. Çünki fx cismi x oxu üzərində hərəkət etdirə bilər. Sağa və yaxud da hara? Sola hərəkət etdirə bilər. Amma bizim fx-imiz y oxu üzrə təsirlərdə iştirak etmir. İndi bizim bu cismimiz ağırlıq qüvvəsi qədər bir qüvvə ilə səthə doğru sıxılır. İndi həm ağırlıq qüvvəsi səthə doğru sıxır, F-in y qolu isə onun əksinədir. İndi mən burada təzyiq qüvvəsini tapmaq istəsəm, F təzyiq bərabərdir. Ağırlıq qüvvəsindən çıxacam F-in y proyeksiyasını, y qolunu. Bu da olacaq mg çıxılsın F sinus alfaya. Baxın yoldaşlar, bu F təzyiq bərabərdir mg çıxılsın F sinus alfa. Bu önəmlidir. Niyə? Çünki təzyiq qüvvəsi sürtünmə qüvvəsinin düsturunda da istifadə olunur. Yəni, sürtünmə qüvvəsini hesablayanda mən təzyiq qüvvəsini doğru düzgün tapa bilməsəm, düsturunu yaza bilməsəm, sürtünmə qüvvəsini yanlış hesablamış olaram. Bu vacib hallardan biri. F ağırlıq aşağıya doğru çəkir, F-in y qolu yuxarıya doğru çəkmək istəyir. F ağırlıqdan F y çıxıram. Əks istiqamətdə də qüvvələr çıxılır. İndi növbəti hal hansı haldır? Yenə götürürəm bir dənə üfüqü müstəvi, üzərində bir dənə cisim çəkirəm. İndi həmin bu cismi F qüvvəsi ilə sıxıram. Bu F qüvvəsi müstəvi ilə bucaq əmələ gətirir. Hər hansı bir alfa bucağı. Yenə buna deyirəm x oxu, bu oxa deyirəm y oxu. Bu F-in yoldaşlar 2 dənə burada qolu var. Yenə əsas qüvvənin başlanğıcından başlayıram. Biri fy-dir. Y oxunun əksinə yönəlib, digəri nədir? Fx-dir. Yəni bu F-i sanki hipotenuz görərək
Ona 2 dənə katet düzəldib düz bucağa çevirirəm. İndi yenə də sinus alfa bərabərdir f(y) bölünsün f. Buradan alıram ki, f(y) bərabərdir f sinus alfa. Kosinus alfa bərabərdir. Bucağa bitişik katet fx-dir. Fx bölünsün f. Buradan da əldə edirəm ki, fx bərabərdir f kosinus alfaya. Doğru? İndi mənim bu cismimi ağırlıq qüvvəsi qədər bir qüvvə səthə doğru sıxır. Və mənim F qüvvəmin, bax bu F qüvvəsinin F(y)də cismi səthə sıxmaqda iştirak edir. Deməli, cismi səthə sıxan qüvvə həm mg'dir, ağırlıq qüvvəsidir, həm də F'in y qoludur. O zaman mən bu halda təzyiq qüvvəsini hesablamaq istəsəm, ağırlıq qüvvəsinin üzərinə F'y əlavə edəcəm. Yəni F'in y qolunu əlavə edəcəm. Bu da olacaq bizdə mg plus, üzr istəyirəm, mg plus f sinus alfa. F sinus alfa. Bu halları, vacib olan bu halların hər birini biz analiz elədik. İndi danışırıq dayağın reaksiya qüvvəsi. Nədir bu dayağın reaksiya qüvvəsi? Uşaqlar, bayaq dedik ki, cisim dayağa təsir edir. Səthə təsir edir. Səthə dayağa təsir edir. Cisim səthə təsir edir. Bu hansı qüvvə adlanır bizdə? Təzyiq qüvvəsi. İndi Newton 3-cü qanununa görə cisim səthə təsir edirsə, səthdə cismə həmin təsiri nə edir? Qaytarır. O da adlanır N. Yəni normal qüvvə deyirlər buna. Normal. İndi tutalım ki, mən dərs oxuduğum masaya müəyyən bir qüvvə ilə yumruğuna zərbə endirirəm. Mən masaya təsir edirəm, bu təzyiq qüvvəsidir. Masa həmin təsiri mənim yumruğuma qaytarır, bu masanın reaksiya qüvvəsidir. Yəni sən təsir edirsən deyə, o da sənə təsiri qaytarır, reaksiya verir. Və çox ədalətlidir bu təbiətdə. Əgər sən 20 newtonla təsir edirsənsə, 20 newton qaytarır sənə. 100 newtonla təsir edirsənsə, 100 newton qaytaracaq. Yəni burada çox ciddi tarazlaşma gedir. O zaman təzyiq qüvvəsi çəkirəm. Cismin dayağa olan təsiri bu təzyiq qüvvəsidir. Dedik, cisim dayağa təsir edirsə, perpendikular istiqamətdə, dayaq da cismə təsir edəcək. Üzr istəyirəm, bunun adını səhv yazdım burada. Bunu biz işarə edəcəyik N hərfi ilə. İndi bununla danışaq biraz. N hərfi ilə işarə olunur. Dayağın reaksiya qüvvəsi və yaxud da səthinin reaksiya qüvvəsi və yaxud da yeni 7-ci sinif kitablarında yazılır normal qüvvə, səthin normalı. B bəndində bu da bir qüvvədir, bu da bir təsirdir. Bunun da vahidi olacaq 1 newton. Bu N kəmiyyətin adıdır. Bu isə bizdə nədir? Vahiddir artıq. 1 newton. 1 newton açılışın bir dənə xatırlatma kimi yazaq. 1 kilogram vurulsun metr bölünsün saniyə kvadratı. Qüvvədir deyə bu da vektorial bir kəmiyyətdir. Vektorialdır. Və təzyiq qüvvəsi cisimdən səthə perpendikular yönəldi. Dayağın reaksiya qüvvəsi isə səthdən cismə perpendikulyar yönəlir. Perpendikulyar yönəlir. Aydın oldu? Deməli, cismin səthə olan təsiri təzyiq qüvvəsidir. Təzyiq qüvvəsi perpendikulyar yönəlir. Cisim səthə təsir edir deyə səthdə cismə təsir edir. Bu isə adlanır dayağın reaksiya qüvvəsi və yaxud da səthin reaksiya qüvvəsi. Dostlar, Newton 3-cü qanununa görə cisim dayağa nə qədər təsir edirsə, dayaq da həmin cismə o qədər təsir edəcək. Yəni təsir və əks təsir qüvvələri. Biz bilirik ki, təsir və əks təsir qüvvələri bir-birinə modulca nə olurlar? Bir-birlərinə modulca bərabər olurlar. Yəni təzyiq qüvvəsi ilə dayağın reaksiya qüvvəsi bir-birinə modulca bərabərdir. İstiqamətcə isə bir-birinin nəyidir? Əksidir. İndi burada dayağın reaksiya qüvvəsində yazaq. Bu halda dayağın reaksiya qüvvəsi dayaqdan cismə perpendikulyar.
Əgər səth maili müstəvi olsa, bu halda dayağın reaksiya qüvvəsi yenə səthdən cismə doğru perpendikulyar və üçüncü halda şaquli müstəvidə səthdən cismə doğru yenə perpendikulyar yönələcək. İndi mən burada biz yenə qeyd elədik, modulca yazdıq ki, təzyiq qüvvəsinin düsturu ilə dayağın reaksiya qüvvəsinin düsturları bu iki düsturlar hamısı bir-birinə bərabərdir. Yəni bizim yuxarıda aldığımız düsturlar hər birində mən bura N yaza bilərəm. Dayağın reaksiya qüvvəsi. Burada N yaza bilərəm. N'in düsturu. Yəni burada heç bir problem yoxdur. Burada N yaza bilərəm. Hər bir təzyiq qüvvəsinin düsturunun yanına N yazıram. Yəni düsturları eyni olur. Aydın oldu. İndi dərsin axırında, bu izahın ən axırında vacib bir şey qeyd eləyək. Nədir o vacib bir şey? Deməli, baxın yoldaşlar, bir dənə üfüqi, üzr istəyirəm, şaquli müstəvi götürürəm. Buna yapışmış bir dənə maqnit var. Maqnit o divara təsir göstərir. İndi ağırlıq qüvvəsinin istiqamətini çəkirəm. Ağırlıq qüvvəsi aşağı doğru yönəlir. İndi görün, ağırlıq qüvvəsi, yəni mg bu cismi səthə sıxmaqda iştirak edir, etmir. Ağırlıq qüvvəsi aşağıdır. Təzyiq qüvvəsi isə səthə doğru yönəlibdir. Yəni biz bu halda yoldaşlar Ft bərabər mg yaza bilmərəm. Bu nədir? Yanlışdır. Həmçinin dayağın reaksiya qüvvəsi N. N üçün də mən mg yaza bilmərəm. Bu yanlışdır. Burada maqnit qüvvəsi ilə səthə sıxılıbdır. Ola bilər ki, cisim var əlimdə, maqnit deyil. Mən həmin o cismi 100 Newton qüvvə ilə səthə sıxıram. O zaman bu halda təzyiq qüvvəsi də bizdə olacaq 100 Newton və 100 Newtonla cismi səthə sıxıramsa, səth də cismə 100 Newtonla təsir edir. Bu maqnit deyil. Və ağırlıq qüvvəsi, bəli, ağırlıq qüvvəsi aşağıdır. Tutalım ki, cismin kütləsi 3 kiloqramdır, 3 vurulsun 10, 30 Newton. Yəni burada ağırlıq qüvvəsinin təzyiq qüvvəsi ilə dayağın reaksiya qüvvəsi arasında heç bir rolu, fəaliyyəti yoxdur. Ümid edirəm əziz abituriyyentlər sizin üçün faydalı oldu. Dərslərimizdən istifadə edə bilərsiniz. Sağ olun, uğurlar.